Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhət, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه علم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. İkinci hissə. Sənə nə olub? Məyər bu elədiyin işlər zülmə qarşı inqilab sayılmır? Bəli. Hüquqlarımızdan bir qismini qaytardıq. Sənə zülm eləyən, malını qarət eləyən həmin karvan sahibi deyildi? Bu karvanın sahibi xəlifə idi. Həmin kişi yox. Sizə nə olub? Bizi tək burax. Danış, eşidirəm. Yaxşı bilirsən ki, inqilabçı əvəzinə quldura çevrilmişik. Xalqsa inqilabçılara dəstək olur, quldurlara yox. Görəsən mənim atam oğru idi, yoxsa yol kəsən? İndi elə bir dövrdür ki, inqilabçılarla quldurları seçmək olmur. Əgər məqsədimiz Bəni Ümeyyə hakimiyyətinin devrilməsidirsə, bu elədiklərimizin nəticəsi olmayacaq. Biz də həmin məqsədə doğru gedirik. Gec ya tez məqsədimizə çatacağıq. Mənim məqsədim öz ailəmin, atamın, qardaşımın, bacımın, anamın qisasını almaqdır. Bura dəvə, ulaq əldə eləmək üçün gəlməmişəm. Hələ ki, bizim qonağımızsan. Onu da bil ki, belə getsə, heç nəyi dəyişdirə bilməyəcəksən. Hoş gelmişsən ey Əba Müstəhəl, səfa gətirmişsən. Bilirsən nə olub Əba Vail? Nə? Nə vaxt ki sizin kənddən keçirəm, atım məni düz sizin evin qapısına tərəf aparır. Sən atınla bərabər hoş gəlmişsən, səfa gətirmişsən qardaş. Buyur əyləş. Nədən narahatsan Əba Müstəhəl? Məni narahat eləyən nə məni sevindirir, nə də rahatlıq verir. Açıq danış. Düzü belədir ki, xəlifənin əskərlərindən qaçmışam.
La həvlə və la qüvvətə illa billah. Heç narahat olma. Sən burada amandasan. Xala, Səxirdən bir xəbər var? Hələ ki bir xəbər yoxdur. Amma qəlbimdə hiss eləyirəm ki, Səxir sağ-salamatdır. Düz deyirsən, Səxir salamatdır. O yaxşıdır. Şükürlər olsun Allaha. Şükürlər olsun ki, o sağdır. Nə qədər ki salamatdır, o mütləq qayıdacaq. Düzdür, Səxir qayıdacaq. Xədicə də bizlə qalacaq. Düz deyirəm, Xədicə. Sən də bizlə qalacaqsan, elə deyil? Sənə nə olub, atacan? Neçə gündür ki bu haldasan? Fikrin çox dağınıqdır. Heç də. Heç də mənim qızım. Sən elə bil aşiq olmusan. Əgər evlənmək istəsən, sənin üçün elçiliyə getməyə hazıram. Mən aşiq olmuşam. Amma... Sənin fikirləşdiyin kimi deyil. Mənim arzum budur ki, Məkkəyə həc ziyarətinə gedim. Amma sənin tənha qalacağından çox nigaranam. Əgər məsələ bundadırsa, onda həc ziyarətinə birlikdə gedək. Allah and olsun ki, Məkkə ziyarətinə getmək mənim də böyük arzumdur. Onda özünü səfərə hazırla. Atacan, məni çox sevindirdin. Sənə minnətdaram. Səxir. Hələ də fikrindən dönmək istəmirsən? Mənim sizin aranızda yerim yoxdur. Yəni bizə bu qədər nifrət edirsən? Yox, elə deyil. Bunun nifrətə və ya sevgiyə dəxli yoxdur. Bu çox sadə məsələdir. Onsuz da sən gedirsən, buna çarə yoxdur. Amma nə badə evə qayıdasan. Bu həm sənin, həm də ailənin sonu ola bilər. Yaxşı bilirəm ki, onlar mənim qayıdışımı gözləyirlər və ailəmi nəzarətdə saxlayırlar ki, məni tez tutsunlar. Yoxsa onları çoxdan öldürərdilər. Şeyma, Nə olub, nənə? Asim artıq gedib. Bundan xəbərin var? Sən də getdin. Bizi tək qoydun. Tək tənha. Ey Allahım, sən onları mənə bağışla. Dünya və axirət şərlərini bizdən uzaq elə. Haşimin başına gələn müsibətlər nəvələrimin başına gəlməsin. Ey aləmlərin Rəbbi olan Allah, sən onlara kömək ol. Onları hifz elə. Buyur, səni eşidirəm. Əmican, mən sizdən biraz pul istəyirəm. Bu pulla nə edəcəksən? İstəyirəm bu pulla təzə iş açım və ondan ticarətə başlayım. Atanın sərvətini dağıtdığın kimi bu pulları da dağıtmaq istəyirsən? Mən səndən borc istəyirəm, sədəqə yox, əmican. Qulaq as, qardaş oğlu. Mən səni əlimin içi kimi tanıyıram. Əgər məndə olan pulları sənə versəm, sən onları bir neçə günə dağıdacaqsan. Bu sənin son sözündür, əmican. Bəli, son sözümdür.
Həc karvanı səfər üçün hazırdır. Hər şey öz qaydasındadır ağam. Yaxşı, get. Yaxın gəl məsləmə, yaxın gəl. Görürəm ki, Zeydə və Kümeydə çox meyillisən. Bu da mənə və bəni Ümeyyə hakimiyyətinə qarşı olduğunu göstərir. Ata, yəni doğrudan belə düşünürsən? Gedə bilərsən. Baş üstə ata. Nəsə pis xəbərlər var, Əbəvail. Vallahi yox. Allah'ın olsun Əba müstəhəl. Amma mən səninlə açıq danışmaq istəyirəm. Buyur. Mən qızımla Məkkəyə həcc ziyarətinə hazırlaşırıq. Nə deyirsən, bəlkə birlikdə gedək? Sübhanallah. Sən məni qabaqladın, qardaşım. Mənim də niyyətim bu idi ki, həcc ziyarətinə gedim. Qardaşıma xəbər göndərmişdim ki, burada görüşüb onunla bərabər gedək. Onda Allah'a təvəkkül eləyək. Allahın köməkliyi ilə. Sizləri xoş gördük. Ey Əbəvail, səni də xoş gördük. Əmican, elə səni də xoş gördük. Vali Xaliddən nə xəbərlər var? Hər şey öz qaydasındadır. Sənə öz salamını göndərir. Mənim də salamı ona çatdırarsınız. Məndən bir istəyiniz varsa, bu saat yerini yetirim. Çox sağ ol Əbəvail. Vali bizi göndərib ki, xəlifənin əmrindən çıxanları və insanlar arasında fitnə-fəsad törədənləri izləyək. Siz onları Dəməşqə aparacaqsınız. Əsas bir nəfər axtarırıq. Yaxşı olardı ki, biz onu Əmir Xalidə təslim eləyək. Bildiyin kimi onun mükafatı dəyərlidir. Xəlifəyə gəldikdə isə o heç də əli açıq deyil. Allah onları hidayət eləsin. Allah onlara kömək olsun. İnşallah düz yola gələrlər. Peyğəmbər buyurub ki, Allaha və əmr sahiblərinə itaat eləməlisiniz. Əlbəttə, əlbəttə Əmican. Ey Züheyr, yemək harda qaldı? Ey ağam, yemək hazırdır. Züheyrə köməkli yeməklər gətirsin. Tez ol, tələs. Baş üstə Əmican. Xoş gəlmisiniz, səfa gətirmisiniz. Bu cavan oğlan bizi izləyirdi. Cavan oğlan, de görək kimsən? Mən Haşimin oğluyam. Haşimin oğlusan? Elədir. Dəmirçi Haşimin. Qardaşım Səxirdir. Atandan qardaşını tanıyıram. Qardaşım Səxirdən bir xəbəriniz var?
Bizdən ayrıldı, amma hara getdiyini bilmirik. Deyin, onu harda tapa bilərəm? Ey gənc, mənə yaxşı-yaxşı qulaq as. Biz burada ölümlə üzləşirik. Sən hələ çox cavansan, ona görə get ananın yanına. Sus, yoxsa... Bayətdir! Qoy hələlik dincəlsin. Sabah məsələsinə baxarıq. Gedin. Gəl bura. Gəl gedək, gəl. Əgər əmrə yaxınlaşmaq istəsəydim, onu özüm dəvət eləyərdim. Əskərləri göndərməzdim. Əmican, bunu bilirəm, amma öz-özümə dedim ki, evlər birdir. Bu anda qorxdum ki, əgər öz evimə onları aparsam və sən bundan xəbərdar olsan, deyərsən ki, qardaşım oğlu məni qabaqladı. Sən özünü mənimlə bir hesab edirsən. Əmican, nə danışırsınız? Allah eləməsin, yox. Sözümün məqsədi bu deyildi. Bir də belə səhvləri buraxma. Başa düşdün? Baş üstə oldu. Bağışlayan və mehriban Allahın adı ilə, onun yolu ilə gedərək, Rəsulullahın ümməti ilə Allahın salamı ona və ailəsinə olsun. Allahım, sənin əmrinə boyun əyib, yalnız sənə təvəkkül edirəm. Ey aləmlərin Rəbbi olan Allahım, Təlhə, de görüm bu nə təhlükəli işdir ki, gecənin bu vaxtı mənə görüş təyin eləmisən. Mən sənə bir iş tapşıracağam. Əgər yerinə yetirsən, sənə çoxlu pul verəcəm. O nə işdir? İstəyirəm ki, mənim üçün 5 nəfər şəxs tapasan. Onlar heç nədən qorxmasınlar, heç nədən çəkinməsinlər. Qəlbləri möhürlənmiş olsun. De görüm, onlar sənin nəyinə lazımdır? Qətiyyən pula görə narahat olma. Təlhə, onda sabah həmin yerdə və həmin məkanda görüşərik. Ağam, sizə elə bir xəbər gətirmişəm ki, heç kimin bundan xəbəri yoxdur. Mətləbə keç. De görüm nə xəbər var. Ağam, demək istəyirəm ki, bilirəm Kumeyd hardadır və hara səfər eləyəcək. Nə? Kumeyd? Mənə yaxşı qulaq as, Təlhə. Bu dəfə sənə 2 qat mükafat verəcəm. O hardadır? Kim? Əbu Vail. Hə, Əbi Vail həc səfərinə yola düşüb. Həccə gedib? Mənə xəbər verməmiş? Onu bağışla, ey müsbət. Elə bil ki, siz ikiniz də eyni məqamdasınız. Bilirəm. Qartal gedib. Qarğanın qəlbi saxtadır. Gözü yaşlı qalmış. Göyərçinin ölmüş balası kimi qəlbi sınmışdır. Mən acmışam, yemək istəyirəm. Sən ət yemək istəyirsən, yoxsa toyuq? Hər şeyi. Hə, baş üstə.
Mən səndən sonra görüşərəm. Sizdən istəyim budur ki, göstərdiyim həmin hacılar karvanına hücum eləyəsiz və hamısını öldürəsiz. Qalan qənimətlər sizə halaldır. Mən sizə mükafat verəcəm. Özü də çox böyük mükafat. Əsgərlərə göstəriş vermisiniz ki, karvanı hazırlasınlar. Bəli, ey əmir əl-möminin. Karvan hazırdır və sizin əmrinizi gözləyir. Bir neçə gündən sonra Məkkəyə çatacağıq. Bura çox darıxdırıcı bir məkandır. Yalnız Əba Müstəhəlin bundan əvvəl heç kəsin eşitmədiyi şeirlərlə vaxtımızı keçirə bilərik. Allah and olsun düz deyirsən. Qardaşım, yeni qəsidələrindən bizə de. Yeni qəsidə eşitməyə tələsmə. Özümə söz vermişəm ki, heç kəsə bu qəsidəni deməyəcəm. Yalnız Məkkəyə çatanda İmam Baqirin huzurunda bu qəsidəni deyəcəm. Eybi yox, eybi yox. Sənin şeirlərinə həmişə qulaq asmağa hazırıq. Qoy bu məkanda bizə təsəlli versin, de gəlsin. Yaxşı. Görürəm Hüseyn və ətrafındakı qəhrəmanları. Xeymələr od içində pərişan qalıb qohum əqrabaları. Bundan böyük müsibətə düşmüş birini görmədim. Dilim və qəlbimlə haqdan başqa bir şey söyləmədim. Peyğəmbər ailəsinə rəhm və hörmət qoyulmadı. Zalimların da qan tökmək həvəsi soyumadı. Əla qardaşım. Ey ağam, xəlifənin əskərləri. Xəlifə? Vərd,
Eşidirəm. Atını götür yola düş. Qara qayaların yanında görüşərik. Amma sən... Dediyimə qulaq as. Tez ol, tez ol. Baş üstə. Bu karvan kimindir? Bu karvanı Utva İbni İmran İbni Ziyad, Mükenne İbni Vailindir və Xərsuf kəndinindir. Eşitdik ki, Əmir Xalidin axtardığı sizdədir. O kimdir ki? Bu karvan sənin qarşındadır. İstəsən axtara bilərsən. Ey Əbə Vail, yoluna davam edə bilərsən. Ey Əba Vail, sənin karvanında əmin-amanlıq yoxdur, səninlə qala bilmərəm. Özün gördün ki, hər şey yaxşı, xeyirli qutardı. Mən güman eləyirəm ki, onların bu məkana gəlişi təsadüfi deyil. Əgər sizə bir şey olsaydı onda necə? Mən istəmirəm ki, sizi təhlükəyə atım. Əba müstəhəl. Allaha təvəkkül eləyirəm, amma söz verirəm ki, ey Əba Vail, əgər həcc ziyarətindən sağ-salamat qayıtsaq, yaxın günlərdə sənin ziyarətinə gələcəm. Allah amanında. Allah amanında. Hə, getdi, tələsin. Dayanın! Siz nə edirsiniz? Başınıza hava gəlib? İstədim ki, təzə gələn qonağın bir gücünü sınayım. Allah sizin köməyiniz olsun. Atam mənə qılıncı oynatmağı uşaqlıqda öyrətmişdi. Sadəcə qılıncı qınından çıxartmaqla salmağın bir olur. Sən bizim aramıza xoş gəlmisən. Allah işimizi avand eləsin. Gedək. Bilirsən Hövzə, bilirsən mən Hişamsız heç nəyəm. Arzum budur ki, bunların hamısı atasından sonra oğlum Məsləməyə qalsın. Ağam Hişamdan sonra Allah ömrünü uzun eləsin. Bu hakimiyyət ağam Məsləmədən başqa kimə qalacaq ki? Sən məhsuru əmr elədiyin məkana göndərdin? Bəli xanım, bəlkə də o məkana çoxdan çatıb. Bir gün arzularım həyata keçəcək və qəlbim rahatlıq tapacaq. Xəlifəlik məqamı atasından sonra Məsləməyə tapşırılacaq. O axmaq və sərxoşsa uzaqlaşdırılacaq. Xorasandan nə xəbər var? Ata, dünən bir elçi gəlmişdi. Amma mən sənə narahat eləmək istəmədim. Onlar hardadılar? Beytül malı yiyənlər hardadılar? İtaətimdən çıxanlar kimlərdir? Xorasanda olan bu fitnə fəsad haqqında eşitmişəm ki, atam Allah rəhmət eləsin, Bəkir İbni Vusah Əl-Təmimini kənarlaşdırmışdı. Məsləmə, Əsəd İbni Abdullah'a bir məktub yazırsan ki, Xorasan hakimiyyətini ələ keçirsin. Heç kəsə icazə vermərəm ki, müsəlmanların xilafətinə əl uzatsın və itaətimizdən kənar çıxsınlar. Hökm icra olunsun.
Allah bizdən qəbul etsin. Bizim xərclədiyimizi Allah əvəzini versin. Bizim günahlarımızı bağışla və sənin evinin ziyarətini bir də qismət elə. Amin. Amin. Esselamun aleyküm. Əleyküm salam, rəhmətullahi və bərəkatuhu. Kişi de görüm sən kimsən? Və bizim məclisdən bir istəyin varmı? Tacirəm. Buğda alıb satanam. Güman eləmirəm ki, sən bu işlə məşğul olursan. Bəli ağam, arpa ilə də məşğulam. Əgər biraz da gözləsən, bizə aydın olacaq ki, sən xurma satansan. Görəsən bu kişiyə nə oldu? Əhəmiyyətli bir şəxs deyil. Ağam, quldurlar! Quldurlar bizə hücum eləyirlər! Tələsin! Tez ol gizlən. Yaxşı. Özünüzü müdafiə eləyin. Vuruşun. Canım sənə fəda olsun, ey Rəsulullahın nəvəsi. Allah bizi sizə görə bağışlasın. Sizin vücudunuzla həzz alırıq. Mənim ağam. Sizdən sonra imam kim olacaq? And olsun Allaha ki, məndən sonra imamınız bu şəxsdir. Asim! Hara gedirsən? Məyər bilmirsən ki, sən onlar üçün qiymətli ovsan? Bura bax, ağımı başıma yığ. Yəni sənin üçün ananla bacının qiyməti yoxdur? Onlara görə başımdan da keçməyə hazıram. Onları belə qoya bilmərəm. Övladı ölmüş ana və yetim, kimsəsiz və köməksiz. Başqaları kim onlara da sədəqə versinlər. Xəlifənin əskərləri şübhəli şəxsləri öldürürlər. Uzaqlaşa bilərsən, amma özünü təhlükəyə atma. Anana, bacına biz cavabdehik. Bəs orada onlara cavabdeh olan kimsə var? Sənin bilmədiyin şeylər də var, Asim. Həqiqətən sənin atan sizin gündəlik yazıqənizdən bizə də səxir vasitəsilə pay göndərirdi. Biz bu yaxşılığı heç vaxt unuda bilmərik, dostum. Bəs biz neyniyək? Allah Taala bir yol açana qədər sən hələlik burada bizimlə qal. Gəl. Gəl mağarada dincəl, Allaha təvəkkül elə. Gəl. O necədir? Onun yarası yüngüldü. Allahın izni ilə şifa tapacaq. Qorxulu heç nə yoxdur. Qorxma, o sağalacaq. Yarası çox da dərin deyil. Əgər şücaət və qeyrət göstərməsəydin, onda elə bilərdik ki, sən də oğrulardan və yol kəsənlərdən birisən. Mənim adım Səxirdir. Bəxtin gətirdi ki, Allah məni bura göndərdi. Sənin ailəni oğrulardan və yol kəsənlərdən xilas elədim. Mənim adım Zeynəbdir. Bu mənim atamdır. Biz birlikdə həcc səfərinə çıxmışdıq. Amma bu dəfə Allah qismət eləmədi. Vətəniniz hardadır? Buradan çox uzaqdadır? Bizim məntəqəyə Təlatül Xusub deyirlər. O məntəqəyə kimi 3 günlük yol var. Atanı keçəbənin içinə qoyarıq, sən də onun atına minərsən.
Sabah tezdən sizin kəndə yola düşərik. Mən sizi düz evinizə kimi ötürərəm. Allah sənin kimiləri qorusun. Bu elədiyin yaxşılıqlar əvəzsiz qalmaz inşallah. Xorasan. Ay cemaat! Qulaq asın və eşidin. Bunlar Bəni Abbas tərəfdarlarıdır. Gəliblər ki, sizi öz tərəflərinə çəksinlər. And olsun Allaha! And olsun Allaha, əgər bilsəm ki, sizlərdən biri onlara qoşulub və söylədiklərinə inanır, onda sizləri tikə-tikə doğrayacam. Hakimiyyətdə Xəlifə Haşim İbn Əbdülməlikdən və Əməvilərdən başqa heç kim olmayacaq. Allah onun ömrünü uzun eləsin və şan şöhrətini artırsın. Amin. Həmd və səna olsun Allaha ki, bizə Mühəmməd Peyğəmbəri haqq olaraq göndərdi və onunla kəramətləndirdi. Biz xəlq olunmuşların içərisində... Qardaşım, deyə bilərsən o danışan kimdir? Bu Muhammed İbn Əlidir. Deyir ki, Allahın yaratdıqlarının arasında seçilmişdi. Onun düşmənləri ilə dost olan dinin düşmənidir. Allahın seçilmişi, bu sözdə məqsəd nədir? Sonra sənə hər şeyi izah edərəm. Qoy yaxşı-yaxşı qulaq asım. Haş əhli beytinə. Muhammed İbn Əlinin evi bütün tələbələrin və alimlərin elm mərkəzinə çevrilib, ey əmr el-müminin. Məhəmməd İbni Əli və oğlu Cəfər elə bir günaha qurşanıblar ki, heç vaxt bağışlanmazlar. Xəbərləri mənə gəlib çatıb, heç də sevindirici deyil. Əmr edirəm, dərhal onları mənim yanıma gətirsinlər. Ey əmir el-müminin, mən artıq İbrahimə xəbər göndərdim ki, onları Mədinədən Dəməşqə tərəf yollasınlar. Yaxşı iş görmüsən məsləmə. Dünyanın sonu olsa belə, nə onlardan, nə də ki tərəfdarlarından əl çəkməyəcəm. Onlar Qureyşdəndirlər, biz də Qureyşdənik. Bizim nəslimiz Əbu Süfyan nəslidir. İslamdan qabaq olan cahiliyyət dövründən rəhbərik. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalıqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Qutafilm Kino şirkəti.